doktorların mütəmadi olaraq müəyyən bir vaxt aralığı ilə psixoloqlarla konsultasiya olunması tövsiyə olunur. Bəzi qərarları vermək üçün həqiqətən soyuqqanlı olmaq lazımdır. Yalnız emosiyaları kənara qoyaraq doktor düzgün qərar verə bilər. Amma xəstənin ağrı şikayətinə doktorun reaksiyası ilə bağlı əgər sual o mövzudadırsa, çox maraqlı bir yazı oxumuşdum. Bəzi Avropa ölkəsində, o cümlədən Amerika Birləşmiş Ştatlarında doktorların mütəmadi olaraq müəyyən bir vaxt aralığı ilə psixoloqlarla konsultasiya olunması tövsiyə olunur. Orada verilən əsas suallardan biri də xəstənin ağrı şikayətinə cavab refleksidir. Yəni siz bunu çox eşitdikcə bəzən qulaq ardına ala bilərsiniz xəstənin ağrı şikayətlərini. Yəni normal bir şikayət kimi qəbul edə bilərsiniz. Bunun olmaması üçün vaxtaşırı məncə həkimlərin soyuqqanlılıq şkalasını dəyərləndirmək bəlkə də doğru olardı. Xüsusən də bu yerli anesteziya ilə işləyən doktorlar üçün daha keçərli olar. Misal üçün stomatoloqları söyləyə bilərəm. Bugünkü bizim cərrahiyyədə yerli şeyləşdirmə ilə demək olar ki, əməliyyatlar çox məhduddur. Ümumi anesteziya altında yalnız əməliyyatdan sonraki yaxın dövrün təqibində bu yararlı ola bilər.